Mənim son iş günümdən danışacağıq. Hal-hazırda Azərbaycan dəmir yollarında çalışıram və biz indi tim yoldaşlarımızla breakfast'a gəlmişik. Bundan sonra idarəyə qayıdacağıq və orada sizə idarə falan da göstərəcəm. Belə, yəni bu video bundan bəhs edəcək. Əgər sizə maraqlıdırsa, keçid eləyib davamına da baxa bilərsiniz. Bu arada məncə baxın, çünki seniorlardan falan çox dəyərli məsləhətlər alırsınız. Yəni project management sahəsində olsun, business analytics sahəsində olsun, ümumiyyətlə, yəni IT-də çalışmaq istəyən kimlərsə varsa, məncə videoya baxsınlar, çünki çox faydalı olacaq. Məncə də mütləq qaçırmayın, izləmədə qalın. Səhər yeməyindəyik. Hello. Salam desin. Şeyi də tapdan çək. Bəli, bəli. Hələ təzəyəm deyə biraz əyri çəkirəm deyəsən. Heç bir Amma eyb olmaz. O kimdə Sən nə idi? yapışardı? O kimisə Freyzi idi məncə. O şey olaraq toylarda yeyərsən, res kamera gəlir. Xoşbəxt olsunlar, xoşbəxt olsun. Qoşa qalsın. Kamera gəlir bir dənə. Toylarda kamera. Belə şey. Şeydə evin ağalarımın teması var. Belə eləyəndə yoldaşım aparıb pul verirmiş. Elə bilirmiş ki, cenk istəyir. Hə, o da ürəyi də. Sonradan başa düşdük ki, o ürəkdir. Niyə? Təzə bir şeydir. O olmalı, şeylər o balaca olmalı. Yox, bilsən niyə? Это типа, знаешь, что бабу əslində реально ürək formasında. И это две вены, артерия и вена. O dərəcədə dərinlikləri bilirdi. Venayla arteriyanın birləşməsiymiş bu ona görə. Mən bilmirdim onu. Ay yox, mən bunu bir şey bilirdim. Mən ürəyin aşağısı belədir axı, ona görə bu belə. Mən belə ancaq pul istəyirəm kimdənsə. We likes to party, we don't cause trouble, we don't bother nobody, we're just Ürəyə baxın. Emin ağalarım da elə başa düşürmüş yoldaşınca bu pul demək. Əsl oğlan mindseti məncə. Onu necə tutursan? Barmağım ağrıdı. Ən bombası budur. Mənim vlogumdan sonra digər tərəfini tapassan ürəyin. 6 follow verimdə. Yaxşı, gəlin bir dənə konsepsiya qoyaq və mənim vloqlarım gənclərə nəsihət verir, yəni inkişaf elətdirməklərinə kömək edir. Ona görə gənclərə ürək sözləriniz, nə eləməlidirlər ki, həyatda Neçə yaşlı gənc ona baxır da. 18 plus. 18 yeç keyf elə gəl. 22-dən sonra fikirləşərsən. Yaxşı, 22 plus. Yaxşı, 22 plus. Fikirləşmək lazım. Mən ümumiyyətlə nə deyirəm? Əgər tələbəsənsə, birinci kursansa, oturub dördüncü kursu gözləmək lazım deyil. Birinci kursdan müəyyən internshiplər, təcrübə yığmalara girmək lazımdır. Bu bir. Paralel gedib sertifikat falan alıb özünüzü bədbaxt eləməyin. Yəni pulunuzu havaya sərf eləməyin. Ondansa bu və digər sahələrdə 5-6 adam tapın. PM tapın, nə bilim koordinator tapın. Jür admin tapın, nə bilim sys admin tapın. Onlarla bir konsultasiya eləyin, bir soruşun, maraqlanın. Görün sizə nə maraqlıdır. Bəlkə siz IT-də ümumiyyətlə biznesdə işləmək istəmirsiniz. Bəlkə siz çayçı olursa da xoşbəxt olacaqsınız. Lazımdırmı bu sizə ümumiyyətlə? Məsələn ağarır, görürsünüz, məndən soruşan olmuyor. Kimi? Bu belə. Və başlayın işləməyə, yoxlamağa, sınamağa. Bəlkə nə bilim, bir dönərçi olacaqsınız və çox əjdaha bir dönər eləyib partladacaqsınız bazara. Yəni vacibdir, siz 4 var, ofisdə hər gün 8 saat, həftədə 40 saat. Ümumiyyətlə də ömrünüzün böyük bir hissəsini oturasınız, maraqlıdırmı bizsə? Sualını bir cavab verin, sonra düzələr. Belə altdan mənim kontakt nömrələrimi yazarsınız. Paid konsultasiya edirəm, danışa bilərik hamısı. Career coach. Bir dəqiqə sən yaxınlaşdırım. Çox bir dəqiqə pulsuz. Bəli, səni Mən yaxınlaşdırım. Söhrabın dediklərinlə hardasa razıyam, amma məsələ burasındadır ki, əgər sizin pulunuz yoxdursa, ilk öncə siz hardasa işləməlisiniz və pul Jür admin yığmalısınız. olun. Yox, siz işləməlisiniz və pul yığmalısınız. Pul yığandan sonra bəli, mən razıyam ki, təşəbbüs göstərin, öz biznesinizə girişin. Uğursuz olsaz belə, girişin, ən azından həqiqətən çox böyük təcrübələr qazanasınız. Amma ilk öncə siz kiməsə işləməlisiniz ki, pulunuz olsun. Madiyyət olmadan da gedib sahibkarlarla danışsaz, onlar sizin hər hansı bir girişiminizin olmadığını görüb sizə hər hansı bir investisiya eləməyəcəklər. Milyonlara təcrübədən keçibdir bu, mən sizə deyirəm. İşləmək yaxşıdır, amma gezmək ondan da yaxşıdır. Həri. Nə mənada? Yəni işləyin, amma əylənməyi də unutmayın.
qətiyyən. Sonra çünki bir yerdən sonra əylənməyi unudursunuz və necə əylənəcəyinizi başa düşə bilmirsiniz və həyatdan Təmiz. zövq almaq tamamilə yaddan çıxır və ondan sonra da pul qazanmağın heç bir mənası olmur. Vallahi. Full press, həyat Əylənmə. press. O necə bir şey? Ləzzətli olmalı. Mən deyirəm çoxlu hiking eləyin, ölkə xaricində. Hiking eləyin, gil işləri görün, rəsm çəkin, çıxın parka gəzin, mahnı oxuyun. Aygün çok güzel piyano ifa eləyir bu arada. Bəli, bəli. Heç kəs bəyənməsə də səsini çıxartmağı bacarır. Oyun oynayın ha kişi. Valla oyun oynayın. Yaxşı oyunlar oynayın. Belə gizli konsollar yazılır, yoxsa belə dərin süjetli olan. PlayStation oynayan, Death Stranding falan oynayın biraz. Çünki oyunlar da kifayət qədər dünya görüşünü artıran bir istiqaməti var kimdən nəsə. Strategiya oyunları oynayırlar. Strategiya var. Age of Empires oynuyorlar. Strategi board gameslər oynamaq çox yaxşıdır. Evet. İntellektual oyunlar. Onlar quizlərə qoşulmaq olar. Ne vardı sonra? Sonra TikTok'a az giriyorum. Sosial şəbəkədə başqalarının storylərinə, postlarına baxıb onların necə də yaxşı yaşadıqlarına heyfsilənməyin. Çünki çoxsu 90% bədbəxt adamlardır ki, hansı ki 1-2 kadrdan paylaşıb özlərini bomba göstərirlər. Başa düşdünüz? Və ən böyük şey çox eləyin, az danışın. Bunu mən sizə deyirəm. Göz götürmür, göz götürmür. Sen gözünüzü. Yox, burada qatılmıram göz götürmə məsələsinə. Yəni Mənə düşmür də. Mənə sən düşmür. elə inanırsan ya. Valla düşmür. Sınamışam. İnanın mənə düşmür. Sən mırta sınamısan. Murtoxu ciddi sınamışam, şuurlu şəkildə sınamışam. Bir mövzunu danışmışam, hamıya bir mövzunu danışmamışam. Danışmadığım alınır. Amma danışdığımın şansı 90-95%. En qədər sınamışam inanırsın. Mənə düşmür, bəlkə kiməsə düşür. Mən də heç sınamışam. Göz İkisi də eyni şeydir mən. Göz olar. Allah yaşayanda biz. Alınanda da alır, alınmayanda da alınmır. Ay görüm fərqi yoxdur. Ay o biraz inanc məsələsi yəni. Nə inanırsınızsa oldu yəni. Bir yerdən sonra məsələn nəsə danışın, heç nə eləməyəndən sonra nə fərqi var alındı, alınmaz. Deməli, çəkdirmək üçün olan yer axtardı. Şəkil çəkdirib gəlir. Uşaqlar gedirəm, işdən çıxmaq, ərizəmi imzalamağa. Pizza partimizin pizzaları gəldi. Kuryer deyil bəy. Gedirik bizim palatamıza. 340. Bura bu arada bizim otağımızdır. Мы покупали машину прямо перед рождением ребенка. Pizzalarımız buradadır. Evet. Sağ olun, sağ olun. Bəli, mən demişəm. Bura bizim balkonumuzdur bu arada. Qəşəng bir dənə mənzərəmiz var belə. Görürsünüz. Maşın nömrələrinə baxın. Senior olmaq elə belə deyil. Anar bəy. Bu arada burada bizim salam, burada bizim belə şeylərimiz də var. Yeni ildə Привет. 2-3 минуты будет там. Hə, burada Çingizlə Səni göstərdim. Evet. Bu Arzu'nun PMP'sidir. Bu Starov'da viklərdir. Prosta burada adı yazılanların hamısı artıq gedib. Arzu qalıb bir dənə. O da gedib. Və kimlər növbətlər olmaq istəyirlərsə adı yazmışıq. Potensial gedəcək. Sağ olun. Vlog çəkirəm. Ürək səslərini siz deyə bilərsiniz. Ay, mən sənə arzulayıram ki, bütün qarşına qoyduğun məqsədlərin hamısına çatasan Çox və sağ olun. uğurların davamlı olsun. Çox Yəni sağ bir olun. yerdə dayanıb, yəni bura sondur deməyəsən, həmişə daha yüksəyinə Çox sağ olun, üstüb çox sağ ona olun. nail olasan. Sağ olun, sağ olun, sağ olun. Anar Bey bu arada. Zar da geldi. Meksika var. Uğurlar arzu edirəm. Çok sağ olun. Bəlkə də yeganə əməkdaşlardansan ki, bir rəsulda hərbi xidmətə getməyində 2 gün pozuldu. Bir də sənin yeni işə getməyinlə bağlı. İstəməzdim ki, bizim komandadan ayrılasam və ən azından belə deyək ki, uzun müddət mən buradayım. Ona görə. Amma yenə deyirəm, mən özüm üçün demirəm və yaxud da deyil üçün demirəm. Allahdan xeyirsin. Çok sağ olun. Allah Taala özü qismətini belə deyək ki,
yeni uğurlu qapılarını açsın, yeni işində uğurlar arzu edirəm. Çox sağ olun. Müvəffəqiyyət. Mən əminəm ki, qısa bir müddətdə yaxşı bir pozisiyalarda siz o iş qabiliyyətinizlə, zəkanızla əyləşəsiniz. Çox sağ olun, çox sağ olun. Xeyirli olsun. Az danış, çox ye. Mən çox şad oldum. Bu neçə ayda, 9 ayda burada sizinlə işləməyə çox xoş oldu. Mən deyərdim, mənim bir 20-30 internim olub. Düzdür, siz Rəsul Kuraks eləyirsiniz. Biraz bunu eləmişəm. Nə bilim, mənim dilim gəlmir sizə intern demək şəxsən. Çünki bu qədər Məncə. dünya görüş, bilik, bacarıq. Yəni Layla nəyəsə deyirsən və izah eləmirsən də, Layla onu tapır, eləyir və qayıdır sənə artıq nəticə ilə. Hətta en qədər stakeholderlarla 4-cü kursda oxuyub nələrsə ortaya çıxartmaq məncə böyük bir skill deyil, bacarıqdır. Bu hamıda yoxdur. Tam sənin desək. Hard olmağına baxmayaraq, mən uğur sana arzulamayacağım. Çünki bilirəm ki, sən uğura dırnaqla da olsa belə didib gəlib çatacaqsan. Ancaq yeganə arzuladığım sənə odur ki, pis insanlardan tək uzaq olasan. Amin, amin. Çünki korporativ həyatda hamımız həyatımızı pula satırıq, saat hesabına. Və sənə ümid edirəm ki, müəyyən bir an heç vaxt o fikrə gəlməyəsən ki, hayır ki, mən burada bu müddəti sərf elədim, qeyd edir. Çünki yeganə bizə qayıtmayan resursumuz bizim saatlarımızdır, zamanlarımızdır. Qalan hamısını biz boş şəkildə var. Süni intellekt açıq ol, süni insanlara yox. Günün sözüdür ya. Günün beçatı. Valla. Yeganə dövlət ki, kifayət süni intellektlə bağlıdır və siz süni sizdə, sizin nəyiniz intellekti var. Zaten sizdə rajdiyonu var. Saxta. Sonra üzürü say biraz. Sövmək tarif mı? Şahit sözü. Biz onsuz da arzularımızı bildik. Arzu yox, ümid deyilsə. Dilənlərimizi. Nə, o daha yaxşı. Yes. Şad oldum ki, ben tanış olduk. İnterview'da səhvlərimsə iştirak eləmişdim. Hatırlıyorum, ikinci mərtəbədəydi. Yok, birinci mərtəbədə aşağıdaydı. Zaman böyle çok süratle geçti. Bir ilden çok da arttı. Çünkü 9 ay sadece sonradan ama biz yapmaya gerek internet programı başlamıştı ama geçen yazdan itibaren. Ve nəticələri uğurlu oldu, yaxşı nəticələrimiz oldu. Ve bunu bütün interviewlərimiz bizden devam ettiler. Kaçtı? Bey de hemçinin. Ve demək istediğim odur ki, biz yəqin ki devam edəcək bu proqramı. Və o demək deyil ki, sən bizdən ayrılırsan, gəlişdə biz görüşməyəcək, kəsişməyəcək. Əminəm ki, bir neçə şirkətlərdə yəqin ki, kəsişəcək. Ola bilsin ki, dəmir yolun özündə belə. Və sən artıq gəlini görəcəksin ki, burada hər şey belə artıq high levels, AI falan, robotlar görürsən ki, Baba daha tek durduğuna yox, 45 quldurdan. AI komandamız genişlənir, bu istiqamətdə də planlarımız çoxdur. Belə. Və arzu edirəm ki, digər internlə belə imkan olsun ki, gözəl kollektivlə tanış olsunlar. Təcrübə yığsınlar və gəlişdə bunu uğurla tətbiq edəsinlər. Çox sağ olun, həqiqətən. Mən sizdən hamımızdan çox şey öyrəndim və elə bayaqlar da qızlara deyirəm ki, çox şansım oldu ki, belə bir komandaya düşdüm ki, sizlərdən çox təcrübə götürə bildim. Yəni, indi bu uğuru qazana bilirəmsə, yəni bilin ki, hamımızın payı var. Çünki sizlər sayəsində öyrənmişəm, yəni sizlər sayəsində özümü inkişaf etdirmişəm və mənim üçün də çox xoşdur hər birinizlə işləmək. Heç olsun, bol şans. Çox sağ ol. Sizi masamla tanış eləmək istəyirəm burada. Burada mənim kalendarım var idi, burada qaparlı idi. Bu qardaşımın çəkdiyi şəkil idi. Arxada Rəsul bəyin, yəni mənim mentorumun butulkaları da o indi əskərlikdə olduğu üçün onu xatir olaraq saxlamışdım. Burada mənim minnaq oyuncaqlarım var idi, bunları da aparacağım. Böyle. Gəlin biraz stoluma yığım. Dostlar, indi gedirik. ADY turuna sizi çıxardıram. Deməli,
İdarə səhv eləmirəmsə 5 mərtəbədən ibarətdir. Hamısını gəzib qurtara bilməmişəm mən bu bir ildə, çünki çox böyükdür. Sizi main hallu göstərirəm, 2-ci mərtəbədə yerləşir. Burada bizim iclas otaqlarımız var. Bu arada bu kürə bizim bu illəri 145 yaşımız olurdu. Bakı Metropoliteni tərəfindən hədiyyə olunub. Devam edirik. Biz indi library'yə yaxınlaşırıq. Kitab dostu hissəsi var. Burada kitablar var bu arada. Və bəzi kitablar hətta Sədr falan tərəfindən imzalanıb, məsələn, liderlərin rəfi hissəsində. Hər tipli bir şey tapa bilərsiniz. Çox qəşəng kitablar. Yes. Və təkcə buradan da ibarət deyil. Yəni, burada da var, burada da var, orada da var. Mühəndislik, elektronika. Yəni sizə deyim ki, həqiqətən transport sahəsi çox maraqlı bir sahədir. Məncə özünüzü bir vaxt sınayın bu transport sahəsində. Mən çünki burada həqiqətən çox şey öyrəndim. Yəni dostlar, belə əslində çox böyükdür. Yəni bizdə kantin falan da var. Orada sizə müəyyən məbləği qarşılayacaq qədər işçilərə dəmir yolları yemək də təsis edir. Sadəcə biraz vaxtım yoxdur hər yerini çəkib göstərməyinə. Həm də ki, yəni kimlər gəlsə artıq qalan hissəsini özü kəşf edir. Belə qaydım otağa. Artıq çantamı və əşyalarımı da yığdım. Hazırlaşım gedim. Çünki ilk gününün sonuna yaxınlaşdıq. Düşünürəm ki, ki bura gəlmişəm zamanında. Ümid eləyirəm ki, hər şey çox yaxşı olacaq. Buna çox inanıram. Düz deyirlər, hər son bir başlanğıcdır. Başlanğıcın yaxşı gəlməsi diləyilə. Adilə sağollaşırıq.